Sizə salam çiçək mətbəximə xoş gəldiniz. Bugün sizlərə evdə çox asan, çox ləzzətli, xəmirlə hazırladığımız lahmacunlardan heç də geri qalmayan, eyni dad, eyni ləzzət, gözəl bir lahmacun resepti bölüşmək istəyirəm. Ümumiyyətlə, lahmacun hazırlamaq həqiqətən də həm vaxtımızı aparır, zamanımızı aparır. Xəmirlə hazırladığımız zaman işimiz daha 2-3 dəfə daha artıq olur. Sizə çox asan bir şəkildə, tez başa gələn və çox ləzzətli olan lavaşla hazır bir şəkildə, tez bir şəkildə necə dadlı lahmacun hazırlaya bilərsiniz, onu bölüşəcəm sizlərlə. Görüntüsündən də nə qədər dadlı, ləzzətli olduğunu görürsünüz. Həqiqətən də inanın ki, xəmirlə hazırladıqlarınızdan zərrə qədər geridə qalmır. Dadına da doyum olmur, o qədər dadlı və ləzzətli olur. İndi isə keçək bu möhtəşəm lahmacunlarımızın hazırlanmasına. Demək, lahmacunlarımızı hazırlamaq üçün mən hazır lavaşdan istifadə edəcəm. Paçkanın içərisində 2 paçka istifadə edəcəm. Paçkanın içərisində 10 dənə olur. Siz ərzaqların miqdarını ailə sayınıza görə artırıb azalda bilərsiniz. Daha sonralar lazım olacaq bizə pomidor, bibər, sarımsaq, soğan, pedruşka və mal əti. Normal yağlılıqda mal ətindən istifadə etdim. Ancaq siz istədiyiniz, istər mal ətindən, istər qoyun ətindən, quzu ətindən də istifadə edə bilərsiniz və onu demək istəyirəm ki, ətimiz nə qədər çox yağlı olarsa, lahmacunumuz da o qədər dadlı və ləzzətli olacaq. İlk öncə gördüyünüz bütün tərəvəzlərimizi tərtəmiz yuyuruq və blenderdan keçiririk tam su halına gələnə qədər. Evdə əgər blender yoxdursa, tyorkadan da istifadə edə bilərsiniz və yaxud da bıçaqla xırda doğraya bilərsiniz. Nə qədər xırda hala gəlsə, lahmacunlarımızın həm bişirilməsi rahat olar, tam bir şəkildə bişər, həm də ləzzəti daha gözəl olar. Demək, bütün tərəvəzlərimi blenderdan keçirdim, ətimin üzərinə tökdüm. Daha sonra ətimin içərisinə əlavə edəcəm zövqə görə pul biber, duz və biraz da yağ. Siz istəsəniz, istədiyiniz əlavə ədviyyatlardan da istifadə edə bilərsiniz, amma həqiqətən də sadəcə duz və pul biberlə möhtəşəm olur. Duz istiot yağını da əlavə etdikdən sonra bir 5 dəqiqə yaxşı qaşıqla qarışdırdım. Nə qədər yaxşı qarışılsa, o qədər yaxşı olar. Ümumiyyətlə, qiyməli yeməklər nə qədər yaxşı yoğrulsa, nə qədər yaxşı qarışılsa, nəticədə o qədər gözəl olar. Yəni, yeməyimiz daha gözəl, daha ləzzətli olar. Artıq içliyimiz hazırdır. Bişirəcəyimiz soba listinin içərisinə mən sobada bişirəcəm. Siz istəsəniz peçdə, yəni qaz peçində, qazda, tavan içərisində də bişirə bilərsiniz. Soba listimin içərisinə bir ədəd lavaşımdan qoyuram və lavaşlar bişdikcə kənarda olan lavaşların üstü mütləq örtülməlidir ki, qurumasın. Daha sonra içliyimizdən lavaşımın içərisinə töküb hər tərəfinə yayıram. Tam hər tərəfli yaymaq lazımdır. Çünki tam yaymadığınız zaman kənarda qalanlar sobanın içərisində quruyub yana bilərlər. Ancaq əti, yəni içliyi hər tərəfinə çəkdiyiniz zaman nəticədə gözəl olacaq. Gördüyünüz kimi bu cür. Və 180 dərəcəlik sobamda alt üst rejimdə tam bişənə qədər bütün lahmacunlarımı bişirib götürürəm. Artıq lahmacunlarımız sobadan çıxıb və bişirdiyimiz zaman üst-üstə yığaraq ağzını bu cür qapaqla örtürəm. Buna səbəb isə gördüyünüz kimi buxarlanıb, sadəcə buxarlanıb heç bir su falan yoxdur. Çünki ağzı bu cür örtüldüyü zaman yumuşaq qalır. Əgər bişirib üst-üstə yığıb ağzını açıq şəkildə qoysaz, lahmacunlarınız qupquru olacaq. Ona görə mütləq bişirdiyiniz zaman, üst-üstə yığılan zaman üstündən də bir dəsmal, bu cür ağzı bağlı, qapalı bir qabın içərisində də saxlaya bilərsiniz. Və artıq bu da mənim lahmacunlarımın son halı.
Çox ləzzətli, çox dadlı, çox asan, hazırlamağa dəyər, işinizi asanlaşdıracaq gözəl bir resept. Videonu bəyənsəz like edib kanalıma abunə olmağı unutmayın. Növbəti yemək videolarımda görüşənə qədər hələlik.